Təbii ki, Birləşmiş Ştatların əlində kifayət qədər kartları var Rusiyaya qarşı. Məsələn, sanksiyaların, xüsusilə maliyyə istiqamətində olan sanksiyaların bir il uzadılması ilə bağlı Vaşinqton qərar verdi. Bu tamamilə doğru qərar idi. Çünki Rusiya ilə tamamilə yaşıl işıq yandırmaq sonradan Birləşmiş Ştatların özü üçün problemlə çevrilə bilər və Rusiya daha maksimalist yanaşma sərgiləyə bilər. Buna görə də Rusiyaya qarşı, yəni Rusiyanın maksimalist mövqeyindən çəkindirmək üçün Vaşinqton bu cür açıqlamalar verməklə Moskvaya təzyiq etməyə çalışır. Çünki belə olan təqdirdə Birləşmiş Ştatların Ukraynadan əlini tamamilə çəkməsi halında o zaman Rusiyanın daha üstün mövqeyə, yəni Vaşinqtonla danışıqlar prosesində daha üstün mövqeyə gəlməsinə şərait yarada bilər. Birləşmiş Ştatlar da çalışır ki, Rusiya maksimalist mövqeyindən çəkilsin. Yəni razılaşdırılmış təməl səviyyələrə problem yaratmayan detal xarakterli iddialar, xüsusilə Ukrayna tərəfindən irəli sürülən, yəni Rusiyanın Ukraynanın təslimçi sülhə məcbur etməsi, Zaporojyedən tamamilə ilhaq edilməsi ilə razılaşması və digər məsələlər var ki, Vaşinqton istəyir ki, Rusiya bu detal xarakterli maksimalist yanaşmasından geri çəkilsin. Ona görə də hesab edirəm ki, bu istiqamətdəki Vaşinqton tərəfindən açıqlamalar Rusiyaya təzyiq xarakteri daşıyır və bunun da nəticəsinin olacağını düşünürəm.